Xırdalan dairəsində ev axtardın. Day axtarmı sən o evi? Qardaşın sənin üçün o evi tapıb 4 otaq sənəd kupça, 2 mərtəbə, mərtəbə arası beton monolit və başqa nə? Asfalt yol. Xırdalan dairəsinə əsas prospekt yoluna cəmi 150 metrdir, 100 metr məsafədə. Kupçalıdır. Gəl. Və burada arkada belə bir evlərimiz də var. 105-ə var, 103-ə var, 110-a var, hər qiymətə var. Bunun həyətinə maşın daxil olur rahatçılıqla. Geniş bir dənə həyət, sənəd, kupça, 4 otaq, geniş otaqlar, geniş həyət. Arda-arda 2 maşın həyətdə saxlaya bilərsən. Hər birinizi salamlayıram bir daha. Evə daxil oluruq, yerdən 4-5 daş kürsülü. Daxil olduq evin giriş hissəsinə. Mənim sağ tərəfimdə bizi qarşılayır evin mətbəxi. Belə bir geniş mətbəxi var. Bütün pəncərələrin qarşısı açıq. Gözəl bir evdir. Həqiqətən, yəni yeni tikilirdi. Qəşəng evdir. Burada da yerləşir evin qonaq otağı. Ev kurqom qoşadaşla inşa olunub. Sənət var. Əsas odur ki, sənət var. Bu dəqiqə sənətli evlər tapılmır. Hamamsanız 2 dənədir. Yuxarıda da var, aşağıda da. Burada qazovkadır. Balon, banka, nə istsən yığ burada. İndi isə keçirik evin 2-ci mərtəbəsinə. 2-ci mərtəbədəyik. Deməli, evin 3 dənə də kəməri var. 1-ci, 2-ci və sonuncu mərtəbədə. Yuxarısında kəməri var. Bir dənə hamamı sanuzeli 2-ci mərtəbəyə qalxdıqda burada yerləşir. Üstünün çorlu polu, steqlavatı, hamısı hazır vəziyyətdədir. Otaqlar da iridir. Bir dənə bax, qəşəng geniş yer otağı. Pəncərəsinin qarşısı öz həyətinə baxır. Bir dənə burada uşaq otağı. Bunun da pəncərəsinin qarşısı açıq. İşıqlandırılması qaydasındadır. Bir dənə belə bir balkonu öz həyətinə baxan və sonuncu evin yataq otağı. Satış qiyməti təyin edilib 110.000 manat. Dediyim kimi 105-ə də var burada evlərim. 103-ə də var. Danışmaq lazımdır. Gəlin yerində bazarlıq eləyin, alın. Bugünlük bu qədər. Sağ olun. Özünüzdən müğayət olun.